Salam hörmətli tamaşaçılar, hər vaxtınız xeyir olsun. İşgüzar Azərbaycan Space Nefrindədir. Studiyada sizin aparıcı Elvin Basqallıdır. Vaxt itirmədən anonslara nəzər salaq. Müxtəlif kiber üsullarla vətəndaşların pulları talanır. Azərbaycanda arıçılığın perspektivləri, arıçıların əsas gözləntiləri nədir? İndi isə daha ətraflı bu xəbəri diqqətlə izləyək, dinləyək və hər kəsə xəbər verək. Deməli, bir gün ərzində müxtəlif kiber üsullarla vətəndaşların 87.067 manatı talanıb. Bu barədə Daxili İşlər Nazirliyinə məlumat verilib. Bildirilib ki, xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından talamalar davam edir. Kiberməkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir. Bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablanmadan, saxta linklərə daxil olmadan bloklanmalıdır. Əks halda bank kartında olan pul vəsaitinizi talayacaqlar. Belə ki, ayrı-ayrı vətəndaşların bir gün ərzində müxtəlif kiber üsulla 20.000 manat, 17.000, 16.000, 15.000, 7.800 və digər həcmdə pul vəsaitləri manatla bank kartlarından oğurlanıb. Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edir. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var. Davam edirik. Çin iqtisadiyyatında yaşanan çətinliklər ultra zənginlərə təsir edib. 2023-cü ildə ən çox milyarderə sahib şəhər olan Pekin ötən il yerini New Yorka verib. Hətta London və Mumbaydan geri qalaraq 4-cü sıraya düşüb. New Yorkda 119, Londonda 97, Mumbayda 92, Pekində 91 milyarder yaşayır. Siyahıda ilk 20-likdə ABŞ, Çin, Hindistan, Braziliya, Cənubi Koreya, İndoneziya və Fransa şəhərləri yer alıb. New Yorkun birinci yeri Pekindən geri alması iqtisadiyyatdakı dəyişikliklərlə əlaqədardır. ABŞ iqtisadiyyatı hələ də güclü, müxtəlif sahələrdə sərvət yaratmağa imkan verən maliyyə, texnologiya, əyləncə belə bir quruluşa malikdir və bu ultra zənginlər üçün olduqca əhəmiyyətlidir. ABŞ və Çin hələ də siyahının önündə olsa da, digər Asiya şəhərlərinin, xüsusilə Hindistan şəhərlərinin artan mövqeyi sərvətin inkişaf etməkdə olan bazarlara daha çox yayıldığını göstərir. Bu yalnız milyarderlərin harada yaşadığını deyil, həm də sərmayə yeniliyi və qlobal iqtisadi tendensiyaları əks etdirir. Hörmətli tamaşaçılar, indi də efirimizi müsahibə ilə davam edirik. Studiyamızın qonağı Astarada yaşayan və fəaliyyət göstərən iri arıçılıq təsərrüfatına malik fermer Vidadi Hüseynovdur. Vidadi bəy, xoş gördük sizi yenidən studiyamızda. Xoş gördük. Bəli, Qafqazın həm də ən böyük arıçılıq təsərrüfatlarından birinə sahib bir fermer kimi sizdən öyrənmək istərdik. Azərbaycanda arıçılığın perspektivləri, problemləri və arıçı fermerlərin arzu və istəkləri. Arıçıların hal-hazırda arzu və istəkləri ondan ibarətdir ki, ölkəmizdə daha çox bal satış yarmarkaları keçirilsin. Paytaxt Bakı ilə yanaşı bölgələrdə də bu olsa, daha çox arıçıların maddi cəhətdən dəstəyi olacaq. Maraqlı təklifdir, bəli. Yəni digər iri şəhərlərdə də. Bəli. Arıçılığın inkişaf perspektivi isə maksimum həddədir. Düzdür, bu illəri arıçılıqda biraz xəstəliklər daha çox yayıldı. Həvəskar arıçılar arılarını müalicə bir qədər eləyə bilmədilər. Arıların tələf olmağı biraz bu göz qabağındadır. Amma əsl arıçılar, peşəkar arıçılar isə bu xəstəliklərdən düzdür, bütün təsərrüfatlara bu təsiri göstərdi. Amma əsl arıçıların arıları ən əsası odur ki, hal-hazırda sağlamdır və qarşıdan gələn yaz aylarına inşallah çox güclü məhsuldarlıqla biz başlayacağıq. Belə deyək, müsbət notlarla başladıq. Elə ağlıma gələn, bax, indi ilk sual bu oldu. Aprel ayıdır, gələn ayda may balı deyirlər. Bax, bu nədir? May balı elə may ayında satılırmı? Ümumiyyətlə, həmin o balın təravəti, niyə məhz may balı? May balı ilin ilk balıdır. Yaz aylarında açılan güllərdən, çiçəklərdən yığılan baldır. Və bildiyimiz kimi ən çox güllər haçan açılır? Yaz fəslində və may ayında. Aprelin ikinci 10 günlüyündən
arıların güllərdən, çiçəklərdən yığdığı bal ən əsası da may ayında. Bəli. Yığdığı bal gəlib iyun ayının əvvəli, may ayının axırı süzülür və bu bal unikal bir dada və çox unikal bir ətri olan bir bal olur. Daha təravətli bir bal olur və əlbəttə ki, bir il insanlar gözləyirlər ki, hansı ki, təzə bal çıxacaq, bal çıxacaq və may balı da çıxanda əlbəttə insanlar bir il tam arzu qaldığı bir balı daha tez əldə eləmək istəyir, amma yəni may balı il boyu həmişə böyük təsərrüfatı olan arıçılarda həmişə olur. Arıçılıq subyektləri, arılar, arı yuvaları deyirlər, arı yeşikləri sığortalanırmı? Arı yeşikləri əslində sığortalanmayıb. Bilmirəm, mən Azərbaycanda inanmıram elə bir təsərrüfat var ki, özünü sığortalanmış olsun. Amma bu sığortalansa əgər arıçılara çox böyük bir dəstək olacaq. Çünki arıçılığın inkişafına da böyük bir dəstək olacaq. Hansı ki, sığortalanan, tələf olan arıların əgər sığorta ödənişləri edilsə, arıçılıq daha da çox inkişaf eləyəcək. Əla. Bəs subsidiya, mən bilən arıçı fermerlərin əsas arzularından biri budur. Bəli. Arıçıların subsidiyası 5 il davam elədi və 5 ildən sonra kəsildi və arıçılara ayrılan subsidiya Azərbaycanda çox geniş arıçılığın inkişafına təsir göstərdi. Bəli. Bu dövlətimizin biz arıçılara göstərdiyi bir xüsusi qayğı idi. Və yenidən bu subsidiyalar verilsə, mən inanıram ki, nəinki qaldı Azərbaycanın balı, Azərbaycan arıçıları, Azərbaycan Respublikasının balını təmin edəcəklər. Eyni zamanda da xaricə inşallah biz daha keyfiyyətli məhsullar çıxardarıq. Aha. Digər problemlər nədən ibarətdir? Məsələn, niyə biz həm də bazarlarda xaricdən gətirilmə balları görürük? Məsələn, Rusiya balı və digər. Yoxdurmu Azərbaycanda kifayət qədər bal? Amma son illər, xüsusən bəlkə də indi sosial şəbəkələr daha populyardır ona görə. Sosial şəbəkələrdə gənc arıçılar, arıçılıqla belə deyək, rast gəlirik, tanış oluruq. Daxili tələbatı ödəyəcək qədər belə deyək, perspektivlər varmı? Əslində Azərbaycanda kifayət qədər təbii ballar yetişdirilir. Bəli. Hər zonanın əlbəttə şimal zonasının öz balı var, cənub zonasının, qərb zonasının, hər bir zonanın öz balı var. Bəli, təbiətimizin zənginliyi bu imkanları bizə tanıyır. Bəli, bəli. Azərbaycanda iqlim tipi çox müxtəlifdir. Bu da bizim balların bir daha keyfiyyətli olmağını yəni göstəricisidir. Və Azərbaycanda kifayət qədər təbii bal yetişdirilir. Amma təəssüflər olsun, bu bizim hələ tam daxili, yəni ehtiyaclarımızı qarşılanmadığına görə, ona görə də xaricdən Azərbaycana ballar gəlir. Amma daha yaxşı olardı ki, xaricdən gələn bu yarmarkalar əvəzinə bizim arıçılara fürsət verilsin ki, daha çox yarmarkalar təşkil olunsun və həmən yarmarkalardan gələn gəlirlərlə çox yaxın bir müddət ərzində arıçılıq Azərbaycanda bir daha qeyd eləmək istəyirəm ki, maksimum şəkildə inkişaf eləyəcək. Ən məşhur arıçılardan biri sizdə, xüsusən sosial media vasitəsilə tanınmışsınız, Arıçı Vidadi. Bax, Arıçı Vidadi bal yarmarkasında iştirak etdimi, edə bildimi? Çünki məhz Bakıda keçirilən o bal yarmarkası bir normativ kimi də qəbul eləmək olar da. Çünki orada ciddi şəkildə yoxlanılır ballar. Bəli. Səhv eləmirəmsə 278 arıçı yarmarkada iştirak eləmişdir və burada daha çox yerlər açılsa, daha çox arıçılarımız ora gələ bilər. Bəli. Mən də 2024-cü ildə yarmarkada iştirak hüququ qazanmışdım və gəldim, iştirak elədim. Bu Bakı şəhərində Gənclik metro stansiyasının yaxınlığında keçirildi. Bütün ballarımız da orada Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasında yoxlanıldı, satışa buraxıldı və çox gözəl də nəticə verdi. Həm bizi arıçılara dəstəkdir, həm maddi cəhətdən, həm mənəvi cəhətdən, həm Respublikanın müxtəlif rayonlarından arıçılar gəlib bir-birini görürlər. Orada bir ay ərzində, haradasa 20 gün ərzində bu yarmarka davam eləyir. Bir-birimizdən söhbətlər eləyirik, arıçılar arasında daha çox təcrübələnirik. Bir-birimizdən müəyyən şeyləri öyrənirik və bunların hamısı nəyə gətirib çıxardır? Əlbəttə ki, inkişafa gətirib çıxardır. Əməkdaşlıq imkanları yaradır. Bəli.
Bəs xaricə necə? Heç bal göndərilirmi? Səhvəmsə bir neçə il əvvəl bu vaxtda həm söhbət olanda siz demişdiniz Yapon şirkətləri maraqlanır. Bəli, Yaponiyaya biz bal ixrac eləmək istədik bundan bir neçə il əvvəl. Gəldi bizim ballarımızı yoxladılar. Çox yüksək keyfiyyətdə, hər şey qaydasında idi. Təəssüflər olsun ki, ilkin olaraq biz bunları göndərə bilmədik. İnşallah gələcəkdə göndərmək fikrimiz var. Amma Azərbaycan xaricində, yəni Rusiya, əsasən Rusiyada yaşayan həm yerlilərimiz bizdən daha çox bal alırlar. Eyni zamanda Almaniyaya alırlar, eləmi? Bəli, bəli. Oradan sifariş eləyirlər. Biz oradan qohumlarına çatdırırıq, onlar ora göndərirlər. Amma birbaşa bizim yəni göndərmək kimi hələ bir imkanımız yoxdur. İnşallah vaxt gələcək, o da olacaq. Arıçı nələri bilməlidir ki, keyfiyyətli bal belə deyək istehsal olunsun? Hansı belə deyək normalarla arılara baxılmalıdır? Dərman verilirmi və yaxud məkan dəyişmə, qışlaq, yaylaq varmı arıların yer dəyişməsi? Bəli. Ən əsas bunlar haqqında bir dənə zəhmət olmasa? Ən əsas məsələ bir arıçı arını doymalıdır, onu hiss eləməlidir. Aha. Və hansı zonalarda daha çox bal olacaq bir arıçı onu bilməlidir. Bəli. Əlbəttə ki, bir dağın kəlləsində arıları qoysa, orada küləkli bir hava olan bir yer olsa, yəni külək keçən bir yer olsa orada bal əlbəttə arı gətirə bilməyəcək. Bəli. Arının yəni elə bir yerdə qoymalısan ki, orada hər bir şey arıya uyğun olmalıdır. Orada arı daha yaxşı işləməlidir və təbiətin zənginliyi, gül çiçəklərin çox olmağı nəyə gətirib çıxardır? Balın daha da çox keyfiyyətli olmağına çıxardır. Biz də arıçılar maksimum şəkildə çalışırıq ki, bu məhsulları daha keyfiyyətli yetişdirək və müştərilərə daha keyfiyyətli məhsul verək. Vidad bəy, mən məsələn Miki kəndində olmuşam. O Astaranın uca dağı, dağ qoynunda yerləşən gözəl Miki kəndində. Elə məsələn arı yeşikləri ancaq orada qalır, yoxsa məsələn siz yer dəyişmə edib hara aparırsınız? Məsələn insan bal sifariş edir, alırsa, bu bilsin ki, bunun arıları bu məhsulu hansı dağın, hansı çəmənin güllərindən yığıb? Şəxsən mən öz təsərrüfatımdan danışsam və Miki kəndində siz əlbəttə qonaq olmusunuz, görmüsünüz ki, orada bütün təsərrüfatlar demək olar ki, arıçılıqla məşğul olurlar. Bəli, demək olar bütün, bəli. Bəli, bizim kəndimizin, yəni mən şəxsən yaşadığım kəndin əsas insanların fəaliyyəti arıçılıqla bağlıdır. Bu da kifayət qədər gözəl bir haldır. Bəli, bəli. Təmiz, zəhmətli sağlam işlə, rəqabət var və sağlam rəqabət də ən əsası inkişafa gedib çıxardır. Bizim arılarımız təkcə Astaranın Miki kəndində yox, eyni zamanda hal-hazırda məsələn qış dövrüdür, Lənkəranın Parakənd kəndində mənim arılarım var. Lənkəranın Haftoni qəsəbəsində mənim arılarım var hal-hazırda. Eyni zamanda soyuq vaxtlarda orada olur. Bəli, soyuq vaxtlarda orada olur. Eyni zamanda amma indi hal-hazırda aprel ayının 15-i üçün arıları biz qaldırırıq Lerik dağlarına, Astara yaylaqlarına, Astara meşəsinə qaldırırıq ki, ballar daha çox fərqli ballar olsun. Bəli. Eyni zamanda da balların dadları da fərqli olsun, keyfiyyətləri də daha fərqli və daha mükəmməl olsun. Hə, deməli, həmin o güllərdən asılıdır. Bir dənə zəhmət olmasa son olaraq bal növlərini sadalayardıq. Ümumiyyətlə Azərbaycanda balların növləri may balı, cökə balı. Bəli, iqlim şəraiti daha çox fərqli olduğuna görə şəxsən mən cənub zonasından danışsam, bizdə olur ilk may balı olur, cökə balı olur, akasiya qaratikan balı olur bizdə. Bizdə meşə balı deyirik, yəni ümumi ağac bitkilərindən yığılan bal olur. Bəli. Bizdə dağ çiçəklərin balı deyirik. May balı süləndən sonra arılar yaylağa gedir və orada ən əsas, yəni keyfiyyətli ballarımızı biz orada yığırıq. Çünki müalicəvi bitkilərdən o ballar yığılır. Eyni zamanda cökə balı süləndən sonra arıları biz Aran rayonlarına aparırıq. Orada biyan balı əldə edirik. Yəni bu ballar hamısı bizim zonada hal-hazırda olur və çox keyfiyyətli də məhsullar. Biyan balını hardan əldə edirsiniz? Mən Biləsuvar rayonuna və Cəlilabad rayonuna arıları aparıb yerləşdirirəm biyan balı əldə etmək üçün. Yəni onlar nə yeyir ki, o biyan balı olur? O biyan balının fərqi nədir? Biyan özü bir bitkidir. Bəli. Hətta kökü çox dərman olan müalicəvi bir bitkidir və o çiçək açır. Hə. Onun müalicəvi əhəmiyyəti olur. Əlbəttə, biyan balı çox Ümumiyyətlə biz həmişə çalışırıq ki, insanlara daha çox keyfiyyətli məhsul yetişdirək. Bəli. Və arıçılıq məhsulları haqqında da qısa danışaq. Məsələn, baldan başqa nə olur?
Əlbəttə ki, bal arının belə götürəndə dördüncü bir məhsuldur. Bəli. Bir arının birinci məhsulu arı südüdür. Aha. Biz onu əldə edirik. Güləmdir, çiçək tozudur, propolisdir və sonra bal gəlir. Yəni bütün bu məhsulları biz əldə eləyirik və maksimum şəkildə də çalışırıq ki, bütün məhsulları daha keyfiyyətli çiçəklərdən əldə eləyək ki, insanlara qoy şəfa olsun. Vidadi müəllim, təşəkkür edirəm. Çox sağ olun. Siz sağ olun. Bu müsahibə ilə İşgüzar Azərbaycan bu günlük öz işini yekunlaşdırır. Görüşərik, vədimizə sadiq olaq.